Salam, sabahınız xeyir olsun. Buradan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, onun xanımı, xanım Mehriban Əliyevaya səslənirəm. Hörmətli Prezident və onun xanımı. Mən Şəki şəhəri Kiçik Dəhnə kəndində 14 ildir məskunlaşmışam. Özüm Ağdam rayonunun Yusufcanlı kəndinin sakiniyəm. 14 ildir mən bu vəziyyətdə yaşayıram. Mənlə nə Ağdam rayonu icra hakimiyyəti, nə bizim kənd soveti, Ağdam rayonu Yusufcanlı kənd soveti heç biri mənlə maraqlanmır. Mən də burada mənim qazım yox, istilik sistemim yox, 2 dənə körpə uşaqdır. Bir özüm bax bu vəziyyətdə, bu vaqonda yaşayırıq. Sizdən xahiş edirəm, cənab prezident, Ağdam rayonunun icra hakimiyyəti, bizlə maraqlanın. Biz də bu vətənin oğluyuq. Mən də 2 dənə körpə bala böyüdürəm. Gələcəyin 2 əsgəri. Biz bu şəraitdə yaşaya bilmirik. Bir belə qəsəbələr boşalır. Heç olmasa bizim müvəqqəti olsa da orayla, o sığınacaqla təmin eləyin. Sizdən çox-çox xahiş edirəm, cənab prezident. Buradan sizə səslənirəm. Xanım Əliyeva, Ağdam rayonunun icra başçısı. Mən 30 ildir hələ mən bir dənə nə icra hakimiyyətinə, nə kənd nümayəndəsinin heç birinə gedib heç birinə mən bir kəlmə söz deməmişəm. İndi xahiş edirəm. Bax bu vəziyyətdə, bu da vaqon evdir. Bu vəziyyətdə yaşayıram. Xahiş edirəm, bu bir belə Mingəçevirdə, Ağdamda boşalan qəsəbələr var. Müvəqqəti olaraq məni ora məskunlaşdırın. Özüm də Ağdərə rayonuna Vəkili kəndinə müraciət eləmişəm. Hər gündə Qaşqın.comla məni büyün səhər məni alladırlar. İndi sizdən çox-çox xahiş edirəm. Mənim bax bu müraciətimi nəzərə alasınız. Bizim müvəqqəti olsa da bir Qaşqın qəsəbəsində, hər hansı bir Qaşqın qəsəbəsində bizi müvəqqəti olsa da bizə sığınacaq verəsiniz. Bax bu vəziyyətdə yaşayırıq. Nə istiliyimiz var, nə odunumuz var, nə ocağımız var. Heç nəyimiz yoxdur. Bax bu vəziyyətdə nə tikə bilirik, nə istiliyimiz var, nə işığımız var. Xahiş edirəm, cənab Əliyev, prezident, bizi nəzərə alın, bizim müraciətimizi nəzərə alın.